Salam əziz izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bugünkü videomda kətələr hazırlamışam və bunun hazırlanmasını sizinlə paylaşıram. Qat-qat xəmirli, içlikli, çox dadlı, ağızda dağılan kətələrdir. İndi keçək kətələrin hazırlanmasına. Xəmir üçün qaba 1 stəkan ilıq süd tökürəm. Stəkan ölçüsü 250 ml-dir. 2 xörək qaşığı şəkər tozu, 1 dolu çay qaşığı instant quru maya əlavə eləyirəm. Bunları qarışdırıram. Maya tez əriyən mayadır, ona görə gözlətmirəm. Qaba 60 ml-də bitki yağı əlavə eləyirəm. Un tökürəm, un ələnmiş undur. Unun hamısını birdən tökmürəm, hissə-hissə əlavə eləyib xəmir yoğuracam. Çay qaşığının ucunda biraz duz. Əvvəlcə bunları biraz taxta qaşıqla qarışdırıram. Artıq çətin olduqda yenə un əlavə eləyib əlimlə xəmir yoğururam. Nə çox bərk, nə çox yumşaq, ələ yapışmayan bir xəmir olmalıdır. Xəmir üçün 4 stəkan un istifadə elədim. Stəkan ölçüsü 200 ml-dir. Unun çəkisi markasına görə dəyişə bilər. Az ya da çox ola bilər. Xəmiri yoğurub bir yerə yığandan sonra un səpdiyim masanın üstünə yerləşdirirəm. 2 dəqiqədə masanın üstündə yaxşı-yaxşı yoğururam. Onda xəmir çox yaxşı alınır. Yoğurduğum xəmir yoğurduğum qaba yerləşdirib üstün streçlə örtürəm. 1 saat mayalandırıram. Xəmirim artıq yaxşı mayalanıb. Xəmirin havasını çıxardıram. Havasını çıxardandan sonra un səpdiyim masanın üstünə yerləşdirirəm. Əlimlə biraz üstündən bastırıb genişləndirirəm. Xəmirin üstünə un səpirəm. Oxlovla yayıb böyüdürəm. 5 mm qalınlığında yayma yayıb açıram. Arada lazım olanda yenə un səpirəm. Xəmiri kvadrat şəklində yayıb böyüdürəm. Xəmir qat-qat xəmirdir. Xəmirin arasına çəkmək üçün kərə yağı götürmüşəm 150 qram. 3-4 saat qabaq soyuducudan çıxartmışam kərə yağını. Otaq temperaturunda qalıb belə yumuşalıb. Belə yumuşaq olmalıdır ki, xəmirin üstünə çəkmək rahat olsun. Yumuşalmış kərə yağının hamısını açdığım yaymağın üstünə çəkirəm hər yerinə. Kətənin reseptini videomun açıqlama bölümündə qeyd eləmişəm. Yağı çəkəndən sonra bir tərəfin üstünə qatlayıram. Sona qədər xəmiri üst-üstə gətirib qatlayıram. Uç tərəfini xəmirin üstünə çevirib əlimlə sıxıb bərkidirəm. Hazırladığım yağlı xəmiri 2 hissəyə bölürəm. Kəsdiyim xəmir parçalarını strecə bükürəm. Yağın bərkiməsi üçün 20 dəqiqəyə soyuducuya yerləşdirirəm. Kətəni 2 içliklə hazırlayıram. Birinci içlik üçün 150 qram duzsuz kəsmik götürmüşəm. Üzərinə 2 xörək qaşığı şəkər tozu əlavə eləyirəm. 1 xörək qaşığı un, 1 paket şəkərli vanil. 1 yumurtanın ağın sarısından ayırmışam. Yumurtanın ağında qaba əlavə eləyib qarışdırıram. Yumurtanın sarısını kətələrin üstü üçün ayırmışam. İçliyi artıq hazırdır. Hazırladığım yağlı xəmirlərdən birini un səpdiyim masanın üstünə yerləşdirirəm. Yağ artıq donub, əlimlə biraz üstündən bastırıb genişləndirirəm. Üstünə də biraz un səpirəm, yayıb böyüdürəm. Yağ bərkidiyi üçün əvvəlcə yaymaq biraz çətin olur, sonra yavaş-yavaş yağ yumuşaldıqca rahatlıqla yaymaq olur. Uzunsov şəkildə yayıb böyüdürəm xəmiri. Kənarların düz olması üçün kənarlarını kəsib çıxardıram. Hazırladığım kəsmikli içlikdən açdığım yaymağın üstünə qoyuram. Xəmirin hər yerinə yaymıram. Videoda göstərdiyim kimi uç tərəfdən 2 barmaq qədər yer saxlayıram. İçliyi xəmirin üstünə yayıram. Xəmirin ucu bir-birinə yaxşı yapışması üçün
adi su ilə kənarlarını nəmləndirirəm. Xəmirin açıq qalan hissəsini üstünə gətirib üst-üstə qoyuram. Barmağımla üstündən az bastırıb xəmiri bir-birinə yapışdırıram. Bu şəkildə hazırlayıb bıçaqla doğrayıram. İstənilən ölçüdə, istənilən sayda doğramaq olar. Mən 2 barmaq enində doğrayıram. Hamısını doğrayıram. Yağlı kağız sərdiyim formaya yığıram. Ayırmış olduğum yumurta sarısını kətələrin üstünə çəkirəm. Kətənin üstünün gözəl görünməsi üçün belə bir kəsəndən üstündə kəsiklər atıram. O istəyə görədir, istəməyən kəsməyə də bilər. Öncədən qızdırdığım 200 dərəcəlik sobada 20-25 dəqiqə üstü qızarana kimi bişirirəm. İkinci içliyim sadə, kişmişli içlikdir. Bunun üçün qaba 70 qram kərə yağı qoymuşam. Kərə yağı belə otaq temperaturunda yumuşaq olmalıdır. Üzərinə 1 çay qaşığı qağdar nişastası əlavə edirəm. 1 paket vanil, bunları da qarışdırıram. İkinci yağlı xəmiri də eyni qayda ilə masanın üstünə yerləşdirib, onu da yayıb böyüdürəm. Kənarlarını kəsib düzəldirəm. Açdığım xəmirin üstünə hazırladığım yağlı içlikdən çəkirəm. Hər yerini çəkirəm, kənarından 2 barmaq boyda yer saxlayıram. Yağı çəkəndən sonra şəkər tozu səpirəm xəmirin üstünə. 1 xörək qaşığı, şirin sevənlər daha çox əlavə eləyə bilər. Təmiz yuyub quruladığım kişmişlərdən üstünə əlavə eləyirəm. Yenə xəmirin kənarını su ilə nəmləndirirəm ki, xəmir bir-birinə yapışsın. Açıq qalan tərəfini üstünə gətirib üst-üstə qoyuram. Onu da kənarlarını barmağımla üstündən basırıb bərkidirəm. Eyni qaydada onu da doğrayıram. Yağlı kağız sərdiyim formaya yığıram. Üstünə yumurta sarısı çəkirəm. Üstündə kəsiklər atıb onu da 200 dərəcəlik sobada 20-25 dəqiqə bişirirəm. Kəsmikli kətəm artıq bişdi, hazır oldu. Gördüyünüz kimi üstü yaxşı qızarıb, çox yaxşı pişib. Kişmişli kətələr də bişdi, hamısı hazır oldu. Hamısını bir formaya yığmışam. Gördüyünüz kimi hamısı çox yaxşı pişib, üstü qızarıb. İstər kəsmikli, istər sadə, kişmişli kətələr ikisi də ayrı-ayrılıqda çox ləzzətlidir. İstədiyiniz içliklə hazırlaya bilərsiniz. Çox asan bir reseptdir, siz də hazırlayın. Hazırlayan hər kəsə öncədən nuş olsun deyirəm. Videomu izlədiyiniz üçün sizə öz təşəkkürümü bildirirəm. İzlədikdən sonra videonu bəyənməyi, dostlarınızla paylaşmağı, əgər videoda ilk dəfə görüşürüksə, yeni videolardan xəbərdar olmaq üçün kanalımıza abunə olmağı unutmayın.